21 min manat, bəli. 21 min verirsən, sənə bir dənə 4 otaqlı, deməli, yer haqqında məlumat verirəm, Qobuda, Təzə məscidin yanında, Üstəmər məktəbə çox yaxın məsafədə. 21 min manat ilk ödənişdən, bəli. 21 min ilk ödənişdən ümumi qiymət çıxacaq sən neçəyə? 36.500 manata, bəli. 36 min nəqdama 31.500-ə. Harda var bu qiymətə 4 otaqlı ev? Heç yanında yoxdur. Hal-hazırda buradan gəldi. Bax, koridor sistemidir. Buradan gəldi. Otaqlar da genişdir. Bir dənə burada qəşəng yataq otağı da, ölçülər çox yaxşıdır. Qiyməti hamısından yaxşıdır. 3 sot yarımın içərisində yerləşir. Yəni qiymət idealdır. Buradan da gəldi. Bir dənə burada lampskası yoxdur. Bir dənə burada detsko otaqdır. Onun da ölçüsü yaxşıdır. Burada da bir dənə yataq otağıdır. Ya boy lazımdır bu otağa. Ümumilikdə 4 otaq, 1 mətbəxdir. 3 sot yarımın içərisində yerləşir. Və buradan koridordan gəldi. Kommunalları var. Hazır al. Köç yaşayış evdir. Demlüks təmirli yox. Orta təmirli evdir, yaşayışlı evdir. Bir dənə burada mətbəxdir. Bunun da ölçüsü yaxşıdır. Sağ bir dənə, sol bir dənə tank eləyim sizi. Hə, burada da hamam sanuzelidir. O da təmirlidir. Baxın, orta təmirsizdir. Təmirsizdir. Allah inşallah hər gəldirəcək. Buradan da gəldik. Bu həyətinə rahatlıqdan maşın daxil olur. Baxın, rahatlıqdan maşın daxil olur. Həyəti bunun əsas həyəti aşağı tərəfdən başlayır. Yəni çöldə də ayaq yolusu var. Amma burada ayrıca bağı var. Bağı da baxın, çox genişdir. Yoldan çox aralı deyil ha. Yəni burada onsuz hər yerlər beləncədir, görkəmi. Amma yoldan aralı deyil. Pül sıxıntı da çıxardıb artıra da bilərsən, istəsən yenə də. Amma həyət bazası toxuca saxlamaq üçün ayrıca orada hin kimi də düzəldilir. Yəni normaldır. Yeri normal. Böyürbaşı hamısı yaşayışlı evlərdir. Görsə kürsü yerdən kürsüdür. Yerdən deyil ha, kürsü hardasa 6-7 daş kürsüdədir. Yəni əlaqə saxlayın, məhəllə normal məhəllədir. Düppədürüz yerdədir. Nə dərədir, nə təpədir. Düz yerdən gəldim. Amma burada Təzə məsciddə 3 dəqiqəlik yol. Sağ olun.